Abi, burada altı bucaqlı, düzgün altı bucaqlı prizmanın həcminin oturacağı A, B, C, F olan A1, A, B, C, F dörd bucaqlı prizmasının, piramidanın həcminə olan nisbəti soruşulur. Piramidamızı çəksək, deməli, burada alınan fiqura baxırıq. FC altıbucaqlının düzgün, yəni oturacaqda olan düzgün altıbucaqlının böyük diaqonaldır və biz burada sahəyə baxsaq, yəni düzgün altıbucaqlı çəksək, ümumiyyətlə böyük diaqonal 10 tən yarı bölür görürük. Burada normalda yəni bərabər tərəfli üçbucaqlı 6 dənə bərabər tərəfli üçbucaqlıdan ibarətdir. 3-ü burada qalır, 3-ü də burada. Deməli, sahənin yarısı qədərdir. Oturacağın sahəsi, yəni oldu ümumi oturacağın sahəsinin yarısı qədər. Yəni S oturacaq piramida bərabərdir 2də 1 S oturacaq prizma. Həmçinin həcm düsturlarına baxsaq, V bərabərdir prizmanın həcmi bərabərdir S oturacaq vurulsun H. Piramidanın həcmi isə bərabərdir 3də 1 S oturacaq vurulsun H və S oturacaq piramida 2də 1 S oturacaq prizma qədərdir. Hündürlük isə hər ikisində eynidir. Həm piramidanın, həm də prizmanın hündürlüyü eynidir. A1 burada piramidanın hündürlüyü, həm də prizmanın hündürlüyüdür. Deməli, H da eynidir. Və baxsaq ki, S bu da bərabərdir 6da 1 S oturacaq vurulsun H. Yəni, prizmanın həcmi piramidanın həcmindən 6 dəfə böyük alınır. Nisbətlərini yazsaq 6 dəfə böyük olacaq.